Hərdən belə fikirləşirəm ki, bu ziyalı kimdir? Ziyalı kimlərə deyilir? Hərənin öz bildiyi, düşündüyü bir obraz var. Ziyalı deyəndə kimlər birini qalstuklu, vəzifəli, bəzən də savadlı adamlara deyirlər. Mən də həmin o kateqoriyaya uyğun adam gələndə fikirləşirəm ki, tam düzgün. Amma bəzən də elə adamlara rast gəlirsən həyatda, görürsən ki, heç bir demək olar ki, savadı yoxdur. Orta məktəbi güclə qurtarmış adamdır. Amma danışanda görürsən ki, bu adam potensialında bir gizli ziyallıq obrazı var. Adam sözlərlə çalışır, ehtiyatla deməyə, çox savadlı sözləri bilmədiyindən ehtiyatlı sözlərdən istifadə edir. Baxırsan görürsən bu adamın genetikasında ziyallıq var. Amma adam da var ki, bax bütün kateqoriyaya uyğun gəlir. Atası müəllimdir, anası nə bilim müəllimədir. Özü savadlı insandır, həkimdir filan. Amma bu da danışanda fikirləşirsən, görürsən ki, bunda nəsə çatsiyallıq çatmır. Yəni bir insan durur, partiya sədridir. Sərdar Cəlaloğlu'dan danışmaq istəyirəm. Bax, partiya sədridir. Gələcəkdə partiya sədri, yəni siyasi hakimiyyətə iddialı adam. Yəni prezident olmaq şansı var və iddialıdır. Və bu adam çıxır, danışır, televiziyada, ya tutaq ki, sosial şəbəkədə danışır. Açıq, aydın, sözlər də bəzən lüt şəkildə, kəlmələr də lüt şəkildə deyir və fikirləşir bu demokratikdir, bu daha düzgün ifadə formasıdır. Fikirləşirdən ki, sözləri də abır həyyə bükmək lazım bəzən. Məsələn, bizdə azsaylı xalqlar, millətlər yaşayır, etnik qruplar var. Məsələn, tutaq ki, azsaylı millətlərdən danışır, bəzən də görürsən, mən adın çəkməyə heç bir siyasi məsuliyyətim olmadığı halda mən adın çəkməyə belə utanıram. Amma Sərdar Cəlaloğlu açıq aydın onları məsələn götürüb belə təhqiramiz formada öz fikrini bildirir və bunu tarixi faktlara, belə genetikaya bağlayır. Fikirləşirsən ki, bu adam ziyalıdır, bu adam partiya sədridir, bu adam həkimdir, bu adamın fikri nədir ümumiyyətlə, bu hansı ölkədə yaşadı? Ermənistanda deyə bilərsən o sözü. Ermənistanda bir ermənilər yaşayır, bir də 5-10 min orada Yezdi Kürdü yaşayır. Orada kim nə istəyir öz fikrini bildirə bilər. Çünki bir millətdir. Orada onlar bax belə bir özləri üçün bir ölkə düzəldiblər. Əslində Ermənistan götürədə ölkə deyil. Orada bir etnik qrup var. Özləri bir özü üçün ölkə düzəltilib, əslində qalanda bizdə onun adı başqadır. Nəysə onu da deyərəm, bu gələcək, bu mövzu deyil. Yəni Sərdar Cəlaloğlu açıq, aydın bir etnik qrupu ermənilərlə var. Bu gün ermənilərlə bizim problemimiz olduğuna görə bu bizə təhqir sayılır. Amma əslində qalan bizim coğrafiyada yaşayan xalqlar, bu coğrafiyada bu Cənubi Qafqaz, ümumiyyətlə Qafqaz bölgəsində yaşayan uzun müharibələrdən, qohumluq əlaqələrdən sonra insanlar genetik bir-birinə qarışmır artıq. Burada dəqiq gen axtarmaq, dəqiq genlə insanlara müəyyənləşdirmək, bu artıq birisi necə ədavət yaratmaqdır. Bax, mən onu həmin etnik qrupun adamları yox, bax, mən öz adımdan deyirəm, Türk adından deyirəm. Sərdar bəy cüz eləmir.